hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Zaman öz axarında gedir. Biz də öz axarımızda sizinlə salamlaşmağa gəldik. Elə ona görə də bugünkü verilişimizə xüsusi hazırlaşmışıq. Dünən də sizə söz verdik ki, bir-birindən maraqlı qonaqlarla qarşınızda olacağıq. Deyirəm Jalə, hələ qonaqlarımızı təqdim eləməyək. Qoy onlar öz pürrəngi çaylarını içsinlər, biraz istirahət eləsinlər. Mən isə keçim mətbəximizdə bizim əziz Nazilə xanımımızı tamaşaçılarımıza təqdim edim. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Nazilə xanım Başkənd restoranlar şəbəkəsinin qənnaçısı, şirniyyatçısıdır. Nəfis, ləziz şirniyyatlar hazırlayır. Çox maraqlıdır ki, bugün menyuda nə var? Gəlin bunu onun özündən soruşaq. Bugün mətbəximizdə hazırladığımız kurabiyələr olacaq. Kurabiyələr deməli balqabaq tumu ilə və günəbaxan tumu ilə hazırlanacaq. Nə gözəl. Kərə yağı 500 qram, 200 qram şəkər tozu, 1 ədəd yumurta, 750 qram un, 30 qram kakao və vanillə qabartmadan istifadə edəcəyik. Çox sadə, hər kəsin evində olan məmulatlarla düşünürəm ki, bizim analarımız öz uşaqları üçün bunu çox asanlıqda hazırlaya bilərlər. Biz bildiyimizə görə də oranı tumu çox xeyirlidir. Orqanizm üçün vacib olan bir təlamlardan biridir. Həm də günəbaxan tumları. Çox xeyirlidir. Keçən dəfə sizin gözəl bir qənnaçınız Azədə xanım, o da bizim mətbəximizin daimi qonağıdır. Boranı cheesecake hazırlamışdı. Tamaşaçılarımız o qədər bəyənmişdilər ki, çünki bizə gələn zənglərdən biz bilirik ki, onlar müraciət eləmişdilər Başkənd restoranlar şəbəkəsinə və hətta burada qonaqlarımız həyatında boranı yeməyən insanlar o cheesecake-i çox böyük zövqlə yedilər, çox dadlı idi. Və onun tumu da bilirik ki, çox xeyirlidir. Uşaqlara xüsusilə lazımdır. Həm də bilirik ki, uşaqlar məktəbə gedirlər, yəni ev şirniyyatından istifadə edirlər. Başkənd şirniyyat evində də xüsusən ev şirniyyatlarına, kurabiyələrə üstünlük verilir. Təmiz kərə yağı ilə hazırlanılır və çox dadlı olur. Gözəl. Sizə işinizdə uğurlar, yorulmayasınız. Çox sağ olun. Siz burada işə başlayın, biz də gedək, qonaqlarımızı təqdim edək. Buyurun. Bugünkü gün cəmiyyətimizdə öndə gedən problemlərdən biri ailə problemidir. İstəyirəm sizə ailə psixoloqu olan Nabat xanım Mirzəyevanı təqdim edim. Xoş gəlmisiniz Nabat xanım. Çox sağ olun dəvətiniz üçün. Çox maraqlı bir proqram olacağına əminəm. Siz varsınızsa, maraqlı olması, aktual olması qeyri-mümkündür deyərdim. Təşəkkür edirik Nabat xanım, çox sağ olun. İndi isə sizə patriot ruhda öz bəstələri ilə könülləri fəth edən Leyla xanım Nur Babazadəni sizə təqdim etmək istəyirəm. Xoş gəlmisiniz Leyla xanım. Çox sağ olun, çox təşəkkür edirəm. Mən də sizləri salamlayıram. Xeyirli uğurlu olsun. Çox gözəl verilişiniz var, çox gözəl formatda verilişdir. Çox şadam ki, sizinləyəm və əlbəttə ki, yeni mahnılarımla. Çox sağ olun. Eksklüzivlər bugün bizdə olacaq. Leyla xanım xüsusi mahnılar oxuyacaq bizim üçün. Mən istəyirəm söhbətə Nabat xanımla başlayaq. Nabat xanım, Azərbaycan ailəsinin kökü ta qədimlərə qədər dayanır. Və bütün dünyada Azərbaycanı tədqiq edən alimlər gələrkən də o qərara gəlirlər ki, Azərbaycan ailəsi köklərinə, adət-ənənələrinə çox bağlı bir xalqdır. Bəs bu gün nə baş verir? Gənclərimizdə sevgisizlikmi, maddiyyata daha çox önəm verməkmi və yaxud da ailə quran gənclərin ailədəki uşaq yaşlarından düzgün tərbiyə olunmamasıdır? Nədir bunun kökündə dayanan məsələ? Çox dəyərli bir mövzudur həqiqətən də. Bu mövzunu mən həm xanımlarla, həm xanım bəylərlə, yəni fərq yoxdur, qarışıq bir ortam, yəni təkcə xanımlardan ibarət olmayan bir ortamlarda da danışıram. Çünki gündəmimizdə boşanmaların sayı getdikcə artır, münasibətlər sağlam şəkildə getmir və sağlam getməyən münasibət sağlam ailə
portretini yarada bilməz sözsüz ki və sözsüz əslində keçmiş dövrlərə dönsək, ailəmizin sağlam olmasının əsas səbəblərindən biri dözümlü idi, iradə idi. Yəni biz əvvəlki dövrlərə dönüb baxdığımız zaman bu dözümlük, bu iradə ən çox da ən əsas da xanımlar üzərində idi. Açıq etiraf edək ki, keçmiş dövrlərdə xanımlar daha dözümlü, daha iradəli. Dözümlü deyərkən bir çox ağırlıqlara sinə gələrək dayanıqlı dayanıqlı idi və mübariz idi. Nəyə görə? İndiki, yəni zaman keçdikcə, dövr keçdikcə, övladlarımız böyüdüldükcə, əsas da qız uşaqlarımız anladılar ki, ailə təkcə qadından ibarət deyil. Axı burada bəylə də ailəli oluruq biz. Bəli. Yəni ancaq keçmiş dövrdə necə olurdu? 100% bir ailənin deyək ki, bir 30% bəyin üzərinə düşürdüsə, analıq, qadınlıq, o ailəni qorumaq, maddiyyatda hətta idarə etməyə belə qadınlar üzərində. Xanımsan, sən idarə etməlisən, qadınsan, sən davam gətirməlisən. Ancaq bu getdikcə bizim övladlarımızın böyüdülməkdən də əlavə, gəlin açıq etiraf edək, sosial şəbəkələr, istər digər yəni platforma, YouTube olsun, fərq yoxdur, adını çəkilməyəcək. Bizim nəsil və bizdən öncəki və yaxud bizdən sonraki nəsillər həmin platformada baş verən, yəni ailəmizin xaricində olan şeyləri görə-görə, öyrənə-öyrənə seriallar, fərqi yoxdur. Hər birinin təsiri var və anlayırlar ki, ailə axı məndən ibarət deyil, yəni qadından ibarət deyil. Bu ailənin içərisində bəy də var. Niyə görə təkcə mən dözüm? Və təəssüflər olsun, nəyə görə təkcə mən dözüm sözünün arxasında bəylərimiz də artıq əvvəlki kimi deyirlər. Əvvəlki bəylərimiz daha iradəli, daha ailəsinin arxasında möhkəm şəkildə duran, mən yoldaşımın yanındayam, onun əlini buraxmayacağam, onunla bərabər olacağam. Yeri gəlsə, anama da övlad, yoldaşıma da yoldaş olacam. Ancaq indiki bəylər təəssüf deyə vurğulayıram, əvvəl kim deyirlər, xeyr ola, mən də dözməyəcəm, daha xanımın dediklərini qəbul etməyəcəm deyib və niyə görə bunlar olur? Çünki ailə qurmadan öncə gənclərimiz bir-birini yaxşı tanımırlar. Evlənim. Baxın, nə baxın. Buyurun. Bu yerdə belə bir söz demək istəyirəm. Bilirsiniz ki, indiki cavanlarımız bir-birlərini nişanlılıq dövrü, sevgililik dövründə bir-birlərini yaxşı tanımalıdırlar ki, daha sonra ailə sağlam olsun, orada olan münasibətlər doğru düzgün olsun. Bəli, doğrudur. Özünüz vurğuladınız ki, əvvəllər xanımın üzərinə məsuliyyət daha çox qoyulurdu, nəinki bəylərin üzərinə düşən öhdəçiliklər. Bəs o zaman heç bir sosial şəbəkə yox idi. Heç bir tanışlıqlar yox idi. Hətta görücü üsulu ilə, şəkil üsulu ilə evlənənlər, ailə quranlar olurdu. Düz demirəm? Bəli. Hətta qızları hamamlarda bəyənirdi analar. Belə bir adət də var idi də, bu bizim xalqımızda xas olan bir milli adət ənənələrimizdir. Analar hamamlara gedərdilər, gözəl xanımları öz oğullarına layiq bildikləri qızları sevib, seçib, gətirib evə gəlin edərdilər öz evlərinə. Amma bugünkü gün deyirik ki, sosial şəbəkələr hər şeyi həyatımızda belə deyək, biraz adiləşdirdi, cüziləşdirdi. Razıyam bundan. Amma baxın, o zaman sosial şəbəkə yox idi. O zaman heç bir münasibət yox idi. Öncədən tanışlıq deyə bir şey yox idi. Bəs necə olurdu ki, ailə tam sağlam olurdu? Boşanmalar yox idi. Ola bilər bu suallar sizin üçün ard-arda gəlir çoxdur. Sadəcə o keçmişlə indiki zəmanənin ailəsini müqayisə eləyəndə belə çıxır ki, sosial şəbəkələr boşanmalara səbəbdir. Gəlin o zaman belə açıqlayaq. Əvvəlki dövrlərdə bəylə necə ki indi deyirik, mən indi üçün vurğulayıram. Mütləq nişanlı, sevgili dövrdə bir-birlərini tanımadılar. Niyə görə? Çünki boşanmalar artıb. Artıq bilinmir. Əvvəlki dövrlərdə kənar təsirlər yox idi. Kim idi? Ana idi, ata idi, qohum idi. Əvvəl baxıb görəcəyimiz çeşid növləri olmurdu. Eşidəcəyimiz yalnız xala qızı, bibi qızı, əmi oğlu, dayı oğlu. Burada sizinlə tam razıyam. Sözümü heç bir şey deyə bilmərəm. Burada tam razıyam. Mən də bir valideynəm və mənim də övladım o telefondan hətta nə dərəcədə təsirləndiyini belə görürəm və mənim günüm inanın bütün günü başa salmaqla keçir. Qızım, gördüyün sadəcə bir illüziyadır, gördüyün bir manipulyasiyadır. O sizin kimi gənclərin həyata baxış çərçivəsində təəssüflər olsun ki, dırnaqarası dəyişdirmək üçün istifadə olunur. Ona görə indiki ailələrin, hətta mən deyərdim, ailə danışmanı bir psixoloqu olmalıdır. Nəyə görə? Çünki ailə əvvəlki ailə modeli deyil.
Siz nə gözəl xariqələr yaradırsınız burada. Xoş olsun. Mətbəx sənət əsəridir də. Bəs nə? Vallahi Mətbəxi sevmək lazımdır. Mətbəxi mən deyəcəydim Nazlı xanım. Mətbəxi sevmək lazımdır. Sevmək lazımdır. Doğrudan da burada işləməkdən zövq almaq lazımdır. Bax görürsüz bu iki dənəni mən eləmişəm. Doğrudan mətbəxi çox sevirəm, hədsiz dərəcədə. Yəni bir neçə saatımı mətbəxdə keçirəndə doğrudan sanki sakitləşirəm. Bir neçə növ yeməklər bişirim, salat eləyim, şirniyyat Bu arada ruhum dincəlir. Jalənin əli elə dadlıdır ki, Bəli. qismət olsun onun Üzündə əlindən bir olan şey. gözəllik, İnşallah. qəlbində olan gözəllik üzünə çəhrələnir. Çox sağ olun, əzizim. Deməli o insanların əlləri də gözəl olur, qızıl olur. Təşəkkür. Məhəbbət olan yerdə ruzi bərəkət də olar. Bəli. Dığdıq olan yerdə ruzi bərəkət də qaçar. Olmaz, Bunu biz hər bəli. zaman işdə də qeyd edirik ki, işə başlamamışdan qabaq səhər-səhər hamımızdan mehriban dolanaq ki, işimiz də uğurlu olsun. Gözəl olsun. Şükür Allaha ki, gözəl kollektivimiz var. Bu arada mən Mətanət xanıma xüsusi təşəkkür eləmək Bəli. istəyirəm. Mətanət xanım özü gözəl, qəlbi gözəl. Mətanət xanım demişkən, saat fərqi qoymadan biz o xanıma nə vaxt müraciət etsək, bizə hə cavabı verir və əgər işçilərin vaxtı olmursa da deyir ki, narahat olmayın, mən sizin üçün hər şeyi təşkil edəcəm. Təşəkkür edirik Mətanət xanım. Bu arada istəyirəm reklamlara ayrılaq. Sənət, sənətkar əlinə düşəndə sənət olur. Gördüyünüz saç düzümü və makiyaj sanki ağ vərəqdə çəkilən rəssam əl işinə oxşayır. Ancaq bunu rəssamlar etmir. Bunu vizajistlər bacarır və koloristlər, saç ustaları. Bütün bu saydığım peşələrin peşəkarlarını axtarırsınızsa, yönünüzü Eliana Beauty Home-a salın. Orada məhz siz istəyən ustalar var. Doğrudan da gözəllik dünyanı xilas edəcək. Bu cür gözəl rəng çalarları. Bugünkü makiyajıma və saç düzümümə görə rəng çalarlarını bir-birində gözəl şəkildə tamamlayan Eliana Beauty Home-un bütün xanım heyətinə təşəkkür edirəm. Çox sağ olun, var olun. Bayaq dediyim kimi, dedim ki, Nəbat xanım sizə geri dönüş eləyəcəm. Ailə haqqında, sağlam ailə necə olmalıdır? Nə kimi şərtlər altında qurulmalıdır ki, ailə sağlam olsun? Və Leyla xanım, sizdən də çox xahiş edirəm, istədiyiniz sualda, istədiyiniz mövzuda, istədiyiniz bir söz olanda siz də mütləq şəkildə qoşulun söhbətimizə. Çünki bilirəm ki, sizin də iki gözəl gül balanız var. Allah cəmiyyən balalarımızı qorusun. Nəbat xanımın da gözəl bir qızı var. Allah saxlasın. Nəbat xanım, təkrarçılığa yol vermək istəmirəm. Sadəcə olaraq sağlam ailənin təməli nədən ibarətdir? Sağlam ailənin təməli anlayışdır, hörmətdir və diqqətdir. Sevgi olub hörmət yoxdursa, o sevgi deyil. Diqqət yoxdursa, anlayış yoxdursa, o sevgi deyil. Ailə anlayışdan, hörmətdən və diqqətdən ibarətdir. Bir-birimizi dinləyə biliriksə, deməli hörmət edirik, deməli anlaya bilirik. Dərdləşə biliriksə, söhbətləşə biliriksə, zaman keçirdə biliriksə, bir-birimizin sözü bir-birimizin boğazından keçə bilirsə və yaxud adicə dalaşdığımız və yaxud türklərimizlə tartışdığımız bir anda belə biz onu sakitcə oturub, ola bilər bəlkə yüksək səslə də olsa, biz bir-birimizi alçatmadan, mənliyimizə, qürurumuza və insanlığımıza toxunmadan fikrimizi bildirə biliriksə, Təhqir etmədən. Bəli, təhqir etmədən bu anlayış və hörmətdir. Çünki ailə bir damın altına girməkdən ibarət deyil. Ailə hörmətdir. Ailə bir cəmiyyətdir. Bəli, Kiçik bir hətta cəmiyyətdir. nəyə görə kiçik cəmiyyət deyirlər? Doğrudan da qayıq düşünün, bir qayığın sağında bəy, solunda xanım olsa, o qayıq bir tərəfli getdiyi zaman o qayıq batar və yaxud davam etməz. Həqiqətən də belədir. Arabanı sürən insan, o sükana oturmamış o şəxs, yəni maşın öz-özünə hərəkət edə bilməz. Getsə də mütləq dərəcədə bir yerə toqquşacaq, mütləq dərəcədə bir avariya olacaq. Ona görə də o, bilirsiniz, ailəni bizim gənclər çox vaxt nə düşünürlər? Hətta nişanlıq, sevgili vaxtında bir söz var, bizim böyüklərimiz deyir ki, evlənəndən sonra düzələcək, fikir vermə. Bəli. Keçəcək. Əsas evlənincədir. Əsas o damın altı, o qapıdan içəri girincədir. Amma başa düşmürlər ki, həqiqətən də, yəni sevgililik vaxtı bizim gördüyümüz o filmə gedərik biz film izləməyə. Bir o sevgililik o filmin afişidir. O fraqman nişanlılıqdır. Filmin özü də evlilikdir. Biz artıq filmə baxdığımız zaman biz artıq bilirik nişanlıq zamanında biz evlilikdə nə gözləyir. Ona görə o nişanlıq zamanında gördüyümüz kiçik problem evlilikdə inanın filə dönəcək. Baxın, niyə görə düzdür, ola bilər biraz burada
qalmaqallı bir sual cavab olsun. Amma Buyurun. yenə də deyəcəm Nəbat xanım. Söyləyin. Niyə görə bax bu cür siz bir psixoloq olaraq bu cür qələmə verirsiniz ki, baxdığımız filmdə nişanlılıq, sevgililikdə olan dövrdə, nişanlılıqda olan dövrdə ailə qurandan sonra tam hər şey fərqli olur, dəyişir. Yəni siz bunu bilərəkdən cavanlarımıza elə bir deyirsiniz. Amma elə ailələr də var ki, mən tanıdığıma görə deyirəm, illərdir gördüyümü deyirəm. Elə ailələr var ki, sevgili nişanlı dövründə necə münasibətdə olubsa, ailə qurandan sonra da həmin münasibət davam eləyir. Məncə, mən öz fikrimi deyim, daha sonra sizi dinləyəcəm və sizə oradan da kiçik bir sual verəcəm. Məncə, bir ailənin sağlam təməlinin başlıca səbəblərindən biri böyüklər və valideynlərdir. Mənim fikrimcə budur. Çünki evlilik dönəmi elə bir dönəmdir ki, çəkişmələr ola bilər, tartışmalar ola bilər, siz dediyiniz kimi, müəyyən həyatda yaşadığımız çətinliklər ola bilər, çatışmamazlıqlar ola bilər. Onların hamısını valideyn yoluna qoymalıdır. Bir yaş dönəminə qədər. Belə deyim də Jale xanım, baxın ona görə söylədim ki, hörmət, diqqət və anlayışdır. Cütlüklər ümumiyyətlə sevgili, nişanlı vaxt nəyə görə deyirəm, kiçik problem evlənəndə böyüyür. Əgər onu o zamanda danışılmasa, bax misal üçün əziz sevgilim və yaxud əziz nişanlım, sənin bu etdiyin hərəkət mənə toxunur. O deyir sizə sevgili nişanlı necəsə evlilikdə də elə davam edir. Çünki onlar danışırlar. Gənclərimiz təəssüf ki, dinləmədən, anlamadan ailə qururlar. Yəni ailə qurmaq üçün qururlar. Hətta açıq deyəcəm, bəlkə də qalmaqallı bir düşüncə o da ola bilər. Ailə qurum, övlad olsun, boşanaram. Bu düşüncə yanlışdır. Övlad var arada. Yəni necə ailə quraram, övlad olsun, ayrılaram. Bu bir həqiqətən ailə bir dövlətdir. Yəni iki insan birləşir, bir nəsil dünyaya gətirir. O nəsil o iki qolun birləşməsinin bir təməlidir, bir yoludur. Və ona görə çizirəm ki, altına anlayışlı gənclərə, nəyə görə deyirəm anlayışlı olmayan gənclərə böyüklər istəmədən nə etsinlər? Yəni çarəsiz qalırlar, müdaxilə etmir. Ay bala niyə dalaşırsınız? Ay bala niyə atışırsınız? Gəlin bir oturun, sizi bir dinləyə. Nə baş verir ki, böyüklük edirlər. Bu normaldır. Amma gəlin açıq danışaq ki, normal gözəl münasibətlərə böyüklərimiz də çox müdaxilə edir. Əsas da bəyanalarından daha çox bu olur ki, yəni nəyə görə bu o xoşbəxtlik bəzən yaxşı analarımızdan misal uzaq olaraq ki, yəni əslində bütün analar gözəldir, bütün analar möhtəşəmdir, ana da əziyyət çəkir, amma əsasımız qısqanırlar. Məncə burada günah anada yox, evladdadır. Ümumiyyətlə bir ailənin təməlinin tam sağlam olmağının ilk səbəbkarı kişinin, bir bəyin xanımına və anasına qoyduğu münasibətdə olan fərqdir. Həmin hörmət, diqqət və anlayış olmamalıdır. İcazə verərsinizsə, mən müdaxilə edeyim burada. Birinci, biz heç kimi günahlandırmayaq. Çünki günahlandırdığın o bəy məhz o ananın tərbiyəsini alıb, onun sayəsində böyüyüb, o şəkildə formalaşıb. Ona görə biz heç kimi günahlandırmırıq. Sadəcə olaraq genetik yaddaşımızdan bizə ötürülənlər, nənədən, babadan, biz kimi özümüzə nümunə götürürük. Hər kəs öz valideynini. Məsələn, bir qız üçün anası, atası onun üçün ən doğru olanlardır. O gələcək ailəsində məhz o doğruların üzərində qurur. Özünün aldığı tərbiyə isə ən doğru olan tərbiyədir. Öz övladına da özündə olanı verir. O başqasını verə bilməz. Bu mümkün də deyil. Ona görə də məhz elə buradan istəyirəm sual verim ki, bizdə çox gözəl tərbiyə metodları var. Dəyərlərimiz, oturub qalxmaq, böyüklə danışmaq, öz yerini bilmək, təhsil almaq. Yəni o qədər gözəl dəyərlərimiz var və biz bu gözəl dəyərləri ötürürük övladlarımıza. Amma hər şeyi öyrətdik deyərkən əsas məsələ qalır kənarda. Biz övladlarımıza heç vaxt cinsəl tərbiyə vermirik. Bəli, bəli. Və o tərəfdən bizim boşluğumuz var. Bu uşaqlar böyüyür, müəyyən yaş dövrlərində onlara lazım olan məlumatları kənardan alır. Doğrudurmu, yanlışdırmı, necədirsə. Çünki ana ilə ata pərdə saxlayır. Bu bizim adət-ənənəmizə görə yasaqdır, olmaz, belə olmalıdır. Yanlışlarımız var. Və sonra da sıfır bilgi ilə, yəni təməl olmadan bu uşaqları biz evləndiririk. Orada başlayır qalmaqallar. Mənə elə gəlir ki, hər şey
məhz o tərbiyədən başlayır. Belə bir misal var idi. Deyir ki, gedirlər mollanın yanına, deyirlər ki, mənim uşağım olub, ona tərbiyə vermək istəyirəm. Deyir, uşaq nə boydadır? Deyir ki, 3 aylıqdır. Deyirsən 3 ay gecikmisən. Bax, bu 3 ay gecikmək məsələsi indi mənim dediyim məsələdir. Biz hər şeyi övladlarımıza öyrətməliyik. Əlbəttə ki, doğrularla. Doğrudur. Hətta bir şey deyim, bizim ümumiyyətlə milli mentalitetimiz, bizim ailə formulumuz o qədər dəyərlidir ki, mən hətta bizim belə deyərdim, böyüdülməyimiz, indi Xəyal xanım sizin söylədiyiniz kimi də böyüdülmək şəraitimizdə mən onu hər zaman vurğulayıram. Mən bunu övladıma da deyirəm. Mən də ana olmamışdan öncə bir qız idim. Mən də bir ailənin övladı idim. Mənim də anam bir ailənin övladı idi. Heç kim dünyaya ana və ata olaraq gəlmir. Ona görə vurğulayırıq ki, insan özünü dəyişdiyi müddətcə ata olaraq da dəyişəcək, dost olaraq da dəyişəcək, ana olaraq da dəyişəcək. Biz özümüzü dəyişdiyimiz vaxt ərzində bizim ailəmiz də təməllənəcək. Mən əslində bizim gənclər hansı ki 18-i keçdi, 18 demədim, əslində elə 13-ü, 14-ü keçəndən sonra biz yeniyetmələrimizlə ailə anlayışı nədir, ünsiyyət anlayışı nədir, dərsinimi, onun təliminimi, onun seminarını etməliyik. Nəyə görə? Çünki ailə təkcə sevgili olduq, nişanlandıq, sizin sualınıza da toxunacağam mütləq. Sevgili olduq, nişanlandıq, ailə olduq deyil. Ailə iki insanın bir ortama, iki həqiqətən də almanın elə birləşməsi kimi bir şeydir və nə qədər olmasa da biz öyrə aşılamalıyıq. Mən öz qızıma da deyirəm, mən seansa keçdiyim gənclərimizə deyirəm, dostlar, sizin gördüyünüz ailəni siz məsəl üçün mənə deyirlər ki, Nabat müəllimə, məsəl üçün Nabat xanım, mən görmüşəm ki, mənim anam atam bu cür ailə modelidir də. Mən deyirəm, sən ola bilər bunu görmüsən, bunu dəyişmək sənin əlindədir. Biz var olduğumuz müddətcə, biz dəyişdiyimiz müddətcə, biz formalaşdığımız müddətcə biz həyata baxışımızı çox dəyişə bilərik. Cinsəl tərbiyə də baxın Xəyal xanım elədi. Nədir bu? Biz övladımıza ayıb bildiyimiz üçün cinsəl tərbiyəni ötürmürük. Hətta ayıb bildiyimiz üçün biz yoldaşımızla belə o ayıbı qoruyuruq ki, əslində bizim yoldaşımız bizim ən halal insandır bizim həyatımızda. Amma bizi bəli və öncədən ötürülən bir nəsildən nəslə ötürən nə var? Doğru deyil, ayıbdır və istər-istəməz biz özümüzü yoldaşımıza qarşı xanım olaraq da, bəy olaraq da yaxşı deyil, ayıbdır xanıma qarşı, ayıbdır bəyimə qarşı deyərək məncə xanımımız da razılaşar ki və istərsiniz bu düşüncə ilə böyüməyə başlayırıq. Baxın, oğlum, bax qızım, toxunmasın sənin heç kim bədəninə. Hətta qohumlar belə, əvvəl misal üçün siz də məncə razılaşırsınız. Əvvəl qohumlar bizə gələndə bizim yanaqlarımızdan tutub o març bizim üzümüzdən öpərdilər. Sevsək də, sevməsək də. Bəli, biz üzümüzü keçib qıraqda. Z quşağı deyilən bir şey var. Yəni biz indi belə danışırıq. Mən övladlarım var. Mən nəyin şahid olmuşam? İndinin uşaqları çox ağıllıdır. Çox bilmişlər. Yəni bugünkü gün mənə elə bir dərslər keçirlər ki, mənim hətta otururam onlardan o qədər həyat bilgiləri öyrənirəm. Məsələ budur. Siz necədir? Biz elə bir ki, ara bir nəslin övladları olduq, ara bir nəslin nümayəndələri olduq. Hərdən deyirəm ki, biz əzik. Yəni valideynlər tərəfindən də əzildik. Olmaz. Baş aşağı gəz. Danışma, dinmə, ayıbdır, utan. Yəni mənim həyatda bugünkü gün hərdən məsələn mən hərdasa böyük bir xanımam da bir stəkan çay götürəndə tərəddüdlə götürürəm. Utana. Amma indiki uşaqlar çay istəyir, gedir çay içir. Çörək yemək istəyir, deyir mən acam. Tələblərini doğru düzgün deyə bilirlər. Hə, deyə bilirlər. Biz fikirlərimizi çatdıra bilmədik və bizim də problemlərimiz oldu ki, onun üçün də biz övladlarımıza da çatdıra bilmədik. Prosta Allahımız orada verdi ki, övladlarımız çox ağıllı oldu. Yəni bugünkü sosial şəbəkələr. Uşaqları çox ağıllıdılar. Hətta bu indiki bu təzə nəsil var. 2005-dən bu tərəfə çox bəyənirəm bu nəslin uşaqlarını, çox bəyənirəm. Onların həm bilik səviyyəsini, həm ağıl səviyyəsini, həm düşüncə səviyyəsini və inanıram ki, biz onlarla fəxr eləyəcəyik. Bir kəlmədə deyəcəm, bayaq bir türk bloqeri belə bir söz paylaşdı, çox xoşum gəldi. Deyir, mən Azərbaycana getdim, orada qadınlar kişilərinə həyat yoldaşım deyir, kişilər də qadınlarına həyat yoldaşım deyir. Deyir, mən bu sözü o qədər sevdim. Soruşdum, dedilər ki, həyat yoldaşı, yəni dostum deməkdir, həyatdakı yol yoldaşım deməkdir. Yəni mən bunu yol yoldaşı gedirəm də bu yolda. Ömürlük yol yoldaşımdır. Yəni ailələrdə də birinci dostluq olsun, yol yoldaşlığı olsun, hamısı yerini tutacaq. Hamısı öz yoluna gedəcək. Bu cür gözəl Təşəkkürlər. danışıqdan Sağ sonra olun. sizdən gözəl bir ifa gözləyirik. Gəlsin bir pop musiqimiz. Gəlsin. Çox sağ olun.
danışma dastan belə. Çox deyirdin sevirəm, bağ belə, bostan belə. Bezmişəm yalanlardan, danışma dastan belə. Çox deyirdin sevirəm, bağ belə, bostan belə. Təşəkkür edirik, çox sağ olun. Baxın, mahnının nə gözəl sözləri var idi. Çox deyirdin ki, bağ belə, bostan belə. Nə gözəl bir sualdır. Elə Nə bizim gözəl mövzudur. verilişimizin mövzusuna tam aiddir. Bəli. Bugünkü günün mövzusuna aiddir. Söz verib, sözünü əməl eləməyənlər. Bayaq dediniz ki, əsasla bəy anaları düzü ayrım qoymaq istəməzdim. Çünki insanın xarakterindən asılıdır. Qız anası oldu ya oğul anası oldu. Həmin o bəy anasının bir qızı da var. Çox maraqlıdır ki, mən müşahidə elədiyim həmin bax bu tipli analar öz oğullarını hökmran böyüdürlər, qızlarını isə hegemon. Oğul hökmran olur ki, gələcəkdə ailə quranda ailə qurduğu qadın onun üzərində hakimiyyət qura bilməsin. Amma qızını da hegemon edir ki, o yenə də gələcəkdə ailə quranda onu kimsə əzə bilməsin. Bax, burada böyük bir fərq var. Doğrudur. Çünki bilirsiniz nəyə görə? Əslində bəziləri də var ki, oğlanlarını daha hegemon böyüdür, qızları nisbətən zəif böyüdür ki, məsəl üçün sənin qardaşındır, sən qardaşın sözündən çıxmamalısan. Artıq qız oradan nə öyrənir? Mənim, yəni qardaşımın atamın sözündən heç bir zaman çıxmamalıyım. Yəni səhv də olsam, düz də olsam, fərqi yoxdur. Bu mən hər zaman vurğuluram. Biz bunları deyərək biz ötürmürük gənclərimizə ki, siz fikir azad olasınız, siz fikrinizi azad şəkildə bildirəsiniz. Yox. Biz sadəcə nəyi aşılamağa çalışırıq? Ailə mübarizə deyil. Ailə mən bacardım, sən bacardın deyil. Ailə bir-birini, məsələn, bacı-qardaş, yəni açıq danışaq da, məsəl üçün, mənim bacım-qardaşım yoxdur. Elə şəxsdə ola bilər ki, onun bacı-qardaşı nə olduğunu bilə bilməz, ki, o duyğu nə olduğunu bilə bilməz. O bacım var, qədrini bil. Qardaşım var, qədrini bil. Deyək ki, natamam bir ailə var, qadın özünü orada qadın olaraq hiss etmir. Ana hiss edir, gəlin hiss edir, qohum hiss edir, bacı hiss edir. Hər şey hiss edir, amma qadın hiss etmir. Başlayır artıq həmin qadın öz fikrini yoldaşından uzaqlaşdırmağa. Özümü onun yanında, misal üçün, yoldaş olaraq, qadın olaraq hiss eləmirəm. Sadəcə evin xanımı olaraq özümü hiss edirəm. Fikrini yönləndir övladına. Oradan aldığı bütün faizi də ötürür balalarına. Ötürdüyü üçün bütün meylini o dərəcədə salır ki, oğluna, qızına. İstər-istəməz öz yaşaya bilmədiyi natamamlığı negativ olaraq yaşayır. Misal üçün, deyək ki, qadın olaraq xoşbəxt deyil, özünü zəif hiss edir, gəlir oğluna deyir ki, bax oğlum, atanın məni incitdiyi kimi, və yaxud bunu demədən də, bax oğlum, yoldaşınla ailə qurdun, xahiş edirəm yoldaşını incitmə. Onu mənim tanıdığım var ki, şəxsən mən özüm tanıyıram və çox qürur duyuram. O ana öz övladlarına deyir ki, bax oğlum, sən əgər yoldaşına xəyanət etsə, mən də səndən üz çevirəcəm. Bir dənə problemimiz bilsiz nədir? Bugünkü gün məndə də çox narahat edir. Elə burada işıqlanır deyə. Bugünkü gün mən indi müğənniyəm, toylarımızda çox iştirak edirəm. Yəni elin içindəyəm, görürəm də. Məsələn, evlənənlərin sayı, yəni statistika ilə görsənsə, kəskin şəkildə evlənənlərin sayı azalıbdır. Və boşananların sayı da artıbdır. Bu da bizim Azərbaycanımıza çox böyük bir, necə deyim, bizə yəni xeyir olmayan bir zərbədir cəmiyyətimizə. Bugün mən məsələn cavan nəsildə kimə deyirsən ki, evlənmək, oğlanlar üzlərini bir tərəfə çevirir, qızlar bir tərəfə. Valideyn də üzr istəyirəm sözümə görə elə bir şükür eləyir ki, əşi də onsuz da evləndirəcəm, bu boşanacaq. Valideynlər uşağı nə vaxt evləndirir? Ya çox qocalır, qorxur, ölər eləyər, ortada qalar və yaxud da ki, nəyisə müəyyən özünə uyğun səbəblər olanda evləndirir. Uşaq da ki, necə deyim, həm də ki, biraz da qorxurlar ki, bu cavandır, mən bunun istəmədiyini alacam, bunun səbəbi boşanacaq. Çünki boşanmalar o qədər azaddır ki, oğlan işləyir, bir fəhlə işləyir, haradasa bir 300-400 manata maaş alır. Qız da baxır, evdə də onu təzyiq edirlər ki, sən ərə getməlisən. O da fikirləşir ki, əşi də gedim ərə, onsuz da uzağa fəhlədir də, biraz qalaram, boşanaram bundan. Bir uşağım olar, onsuz da aldığı yazığın o fəhləlik elədiyi o 400-500 manatı da onun əlindən alacam, aliment verəcək mənə. O yazıq da gedər çöldə, bacada, harda yatır. Bu adam, məsələn, aldığı 400 manatın, məsələn, 230 manatın, 250 manatın, dəqiq bilmirəm nə qədərdir də, ödəyir, öz övladını eləməlidir, amma övladsız böyüyür. Həm də o elə atasız böyüyür uşaq, o da qalır belə.
Bilirsiniz necədir? Çox ciddi bir problemimiz var. Özdə belə bir təməlimiz silkələnir. Hələ ki bunu heç kim hiss eləmir. Bir 5 il sonra çox mühüm belə bir tədbir görülməlidir. Bu gün məktəblərimizdə vəziyyət necədir? Yəni çox acınacaqlı bir vəziyyətdir. Nədir? Çoxu natamam ailələrin uşaqlarıdır. Bəli. Əvvəllər məsələn məktəblərdə atam yoxdur deyən uşaqlar çox utanardı desin ki, atam yoxdur. Bəli. 10 şagirdin, məsələn 26, 25, 28 ya 18 şagirdin ikisinin atası olmazdı. Ya rəhmətə gedərdi, ya da boşanardı. İndi girirsən valideyn qrupuna, 20 uşağın 16-sının atası yoxdur. 15-in atası yoxdur. Biri ya elə adı atadır, Rusiyyətdə, orada, burdadır, uşaq heç ata görməyib, boşanıbdır, rəhmətə gedən də o qədər rəhmətə gedən olmur, 1-2 rəhmətə gedən olur. Yəni bu gün bilirsiniz necədir? Qadın azadlığı altında qadın azadlığı deyə biz analar, biz qadınlar özümüzdən çox balalarımıza zərbə vururaq. Mən üzr istəyirəm Leyla xanım, azadlıq deyəndə azadlıq sözünü çox səhv anlayırlar. Həm də burada ruhdan söhbət gedirsə, Nabat xanım, ruhun azadlığı o deməkdir ki, ruh azad olarsa Allahla birləşir, Yaradanı ilə birləşir. Yaradanla birləşəndə sistemə düşür. Sistemə düşəndə mahiyyətini anlayır. Mahiyyətini anlayanda missiyasını dərk edir. Artıq kim olduğunu, nəyə qadir olduğunu, nə etmək lazım olduğunu anlayır. Ondan o göstəriş vermək lazım deyil artıq. Bugünkü ataları yaman günə qoymuşuq. Ata yazıq söz deyə bilmir. Ata qıza söz deyir mən məktəbdə məsələndə buyam. Mən çöldə buyam, mən azadam. Bayaq mən bəs bu kəlməyə gəlib çıxmaq istəyirdim ki, xanımlar, ailədə, qadınlar uşaq üzərində o söz səlahiyyətini ələ keçirtmək üçün atadan istifadə edirlər. Sözün əsasında istifadə edirlər. Bəzən mən ümumiyyətlə hər şey düzdür, ola bilər mən keçmiş zamanda qalmışam, hələ də oranın düşüncəsi ilənəm. Amma mənə görə hər şey xanımın, hər şey ananın əlindədir. Çünki atanı qaldıran anadır. Hər zaman atanı qaldıran ana da ailədir. İş güc dalıca, ruzu bərəkət dalıca gedir də. İndi düzdür, bugünkü gün xanımlarımız sağ olsunlar, maşallah olsunlar. Çox inkişaf edirlər. Çox inkişaf eləmişik. Çalışırlar. Xanımlarımız artıq sahibkarlar, iş adamları falan, hər şey xanımlar artıq öhdəsindən gəlir, bacarmağa başlamışıq. Xoşuma gəlməyən bir fraza var, öz ayaqlarım üzərində durmaq. Amma ki, bir xanım öz ayaqları üzərində nə qədər dursa, ona arxasında ona dayaq dura biləcək bir kişi lazımdır. Mən vurğulayıram həmişə cütlük seansında deyirəm ki, sevgi dəyişəndir. Necə ki, indi xanımımız gözəl xamırını yoğurdu, o pişməyə qoydu. Bəli, ona qarşı, hər şeyə qarşı sevgi dəyişir. Öncəsi xamırdısa, sonrası hazırdır, yəni yeyilir. Yəni sevgi zamanla hörmətə çevrilir. Bəli. Yəni hər şey dalğalı adrenalinli getmir, get-gedə monotonlaşır. Amma o monotonluğun içərisində də belə varoluş yaratmaq lazımdır. Biz nəyə görə məktəblərdə artıq psixoloqların sayı artır? Əvvəl 1 idi, bəlkə heç əvvəl heç bilinmirdi psixoloq deyillər ki, məktəbdə psixoloqlara heç xəbərimiz yoxdur. İndi artıq bu psixoloqa 2 olur, 3 olur, hətta məktəbə artıq tədbirlərə gedilir və o uşaqlarla ünsiyyətə keçilir. Nəyə görə? Çünki vəziyyət əvvəl kimi deyil. Amma mən bunun altında ən başlıcasını sosial şəbəkə deyəcəm. 100-ün 50-si payına düşür. Çox çirkin bir söz var, deyirlər, mən bu sözlə razı deyiləm. Sən yoxsan, səndən çoxlu oğlanlar var, sən yoxsan, səndən çox qız var. Əlimi ataram 50-si, ola bilər səndən ayrılacam, amma başqaları çıxacaq önümə. İnsan çeşid çoxluğuna inanırlar. Çünki əslində əvvəl də olub insan. Sadəcə əvvəl bizə heç kim daxil ola bilmirdi, amma indi açıq sosial şəbəkəni bu xanım var, eyb yox, ayrılacam, ayrılımda bununla danışacağam. Yəni heç kimin yerini verə bilməz. Əlbəttə, heç kəs heç kəsin. Bunu biz niyə dərk edə bilmirik? Bunu anlatmağa çalışmalıyıq uşaqların ki, atasının yerini, uşaqların anasının yerini heç kim verə bilməz. Ailəni qorumaq lazımdır. Ata içəri girəndə bizim belə bir qanunumuz var idi. Yəni biz məsələn ömür boyu ata girəndə belə uzanaq, nə bilim belə duraq. Baxın yenə də gəlib ona çıxırıq ki, ana deyirdi ki, atan gəlib özünü yığışdır. Elə bir qorxurduq, amma indiki analar atanı sanki ana üstündədir. Atalar da dəyişib. Zələ xanım, atalar da çox dəyişib. Nabat xanım, mən sizinlə razıyam. Ola bilər sizin bütün günü pasiyentləriniz nə qədər dəyişilsin, ana obrazı atanı ucuzlaşdırmamalıdır. Mənim anam 45 il bağça müdərrisi işləyib. İşdə bir başqa cür hökmran olurdu. Evə gəlirdi, bizi ilə ana olurdu. Məsəl üçün atam içəri girəndə bizim ixtiyarımız yox idi oturmağa. Biz ayağa qalxardıq ki, böyük girdi içəri. Elə bir şey olardı ki, biz oje yetkin idik, böyük qız idik. Bir gün mamama dedim ki, sən belə, mən də mamamın yanında müəllimə işləmişəm.
sən belə bağçada hökmransan, amma evdə yox. Niyə evdə məsəl üçün atam bu sözü deyəndə onun sözünün qabağına sən söz qoymursan? Bir kəlmə söz dedi bizə. Dedi, mən işdə müdirəyəm, evdə evimin xanımıyam. Nə gözəl. Başımın sahibi odur. Sizin də sahibiniz odur. Təməl qadından gəlir irəli. Qadın. Bəli, qadından Hamımız irəli gəlir. qadınıq ha. Bir dənə mövzuya baxın, bir şey qadınlara deyilmi? baxın. Əslində Onun biz üçün ailələrimizə sahib çıxaq. Biz qadınlar, Yox, hamımız. əslində gəlin Çıxaq bunu sahib. vurğulayaq da, qadınlar üstünə düşdükcə də bəylərimiz daha çox ayaqlanır. Açıq deyək. Hər şey qadının üstünə atmayaq. Ona görə bizdə boşanmaların sayında deyirlər ki, qadın olub döşsəydin boşanma olmaz. Əslində bu deyil. Cələ xanım, qarşılıqlı olmalıdır. Gəlin açıq danışaq. Bəy dəfələrlə xəyanət edir. Qadın bu niyə dəfələrlə keçməlidir? Deməli, amma boşananda da belə deyirlər ki, xanım, sən dözməliydin o xəyanətə. Sən yoldaşını başqasına verməməliydin. Necə yəni o uşaqdırmı? O körpədirmi? Yəni ona görə necə deməliyik? Burdan bəylərimiz də dərs alsın. Əziz bəylər, ailənizin arxasında durun. Başqa qadınlara görə, çöldə olan həyata görə, yoldaşınızın, övladınızın yanından getməyin. Onun necə ki evdar xanım olaraq öz evinin işini görür, siz də bəy olaraq öz çöldəki işinizi görüb, bərəkətinizi evə gətirib övladınızın və xanımınızın yanında olun. Biz desək ki, xanım durmalıdır. Bəylər bilsiz necə olacaqdı? Cavaba görürsüz, xanımlar da deyir, xanım durmalıdır. Sən mənim yanımda dursaydın biz boşanmazdıq. Yenə günah. Bəli, o tarazlıq olmalıdır. Yəni nə qədər 60 qadındırsa 40 bəy olmalıdır. 55 ən azından. Vicdanlı bəydirsə. Bəli. Biz vicdanlı bəylərdən danışırıq. Bəli, vicdanlı bəylərdə mən altını çizirəm. Əgər ailə gözəl Bəylər də 40 yaşdan varsa, sonra dünyanı başa düşür. Məsələ odur. Vallah. 40 yaş İnanın. gəldi. Bütün xanımlar 40 yaşına qədər gözləyin. 40 yaşdan sonra kişilər ağıllanır. İnan mənim 30 yaşda tanıdığım dostum var, həkimdir və mən onu uşaqlığımdan tanıyıram da, bir qardaş kimi də mənə. O qədər gözəl, həm övladdır, 30-31 yaşı var Yəni, və o qədər. Bəli, amma var. Və amma xanımlarımıza nə demək istəyirəm? Hansı ki gözəl ünsiyyətləri varsa, bəylərlə, sevgili, nişanlı, evli olaraq öz nazlarından, cilvələrindən vaz keçməsinlər. Bəylərin arxasında dağ kimi dursunlar. Övladlarına, atalarını bir şah kimi təqdim etsinlər. Desinlər, atan gəlmir, bala, evi dağı gəlir. İstəyirəm ki, Biplayevdən olan hədiyyələrimizi təqdim edək xanımlarımıza. Daha sonra Leyla xanım bizim üçün yenidən gözəl bir musiqi səsləndirsin. Ver mənim eşqimi. Yəni bu, yəni ki, çox gözəl mahnıdır inşallah Musiqilər mənim də sanki ifamda. mövzu ilə üst-üstə düşür. Həqiqətən tamamilə üst-üstə düşür. Qaytarsın sevgimizi deyir qaytar. Bəli, bəli. Xanımlar, bu bizim verilişimizin son mahnısı olacaq. Axarlı olsun inşallah. Çox təşəkkürlər. Mən toparlamaq istəyirəm bir cümlə ilə. Deyirlər dünyanı gözəllik xilas eləyəcək, amma bu belə deyil. Gözəlliyin özü belə sevgidən yaranır. Sevənin gözündə dünya gözəldir. Ona görə də Leyliyə Məcnunun gözündən bax misal. bəli. Ona görə də hər bir şey sevgi ilə qurulsun. Övladlarımızı da sevgi ilə böyüdək. Onlara da hər kəsi sevməyi öyrədək. Həm də təmənnasız sevməyi öyrədək. Özümüzdə o təmənnasız sevgini tərbiyə edək. Gözləntisiz sevgini tərbiyə edək. O zaman xoşbəxt olacağıq. Nə gözəl bir mövzu ətrafında söhbət edirik. 5 xanım, gözəl 5-lik. Allah bütün bəylərimizə də, xanımlarımıza da, atalarımıza, analarımıza, evladlarımıza can sağlığı versin. Amin. Allah Əsas odur. dünyamızı qorusun, müharibədən uzaq olaq. Amin. Bir söz var, deyir Allahım bizi yerin göyün bəlasından qoru. Leyla xanım, sizin musiqinizə keçid almazdan öncə istəyirəm Nazilə xanım sizin hədiyyənizi təqdim eləyim. Daha sonra sizin bizim üçün hazırladığınız bu gözəl kurabiyələrə baxaq. Nə gözəl. Baxın. Məncə çox gözəldir və çox dadlı və iştahlı görsənir. Hətta boranı tumları, daha sonra günə baxan tumları, həm kakaolusu var, həm adi ağ xəmirdən olanı var. Çox sağ olun. Siz də bizim mövzumuza müdaxilə elədiniz. Əlləriniz, qollarınız var Çox olsun. sağ olun. Çox sağ olun gəldiyinizə görə. Allah sizin də o iki evladınızı, qız evladlarınızı qorusun, bəxtləri gözəl olsun. Təşəkkür edirik sizə görə. Bu da sizin hədiyyəniz. Bir xanıma nə hədiyyə eləmək olar ən gözəli? Parfum. Buyurun, təşəkkür edirik. Bu arada Biplife şirkətinə də təşəkkür edirik. Hər bir xanım evdə oturaraq da, onlayn şəkildə olsa da belə pul qazanma imkanı əldə edə bilər. Bayaqdan sosial şəbəkədən danışırdıq.
VIP Life sosial şəbəkə üzərindən özünüz üçün kiçik bir iş qura bilərsiniz. Təşəkkür edirik VIP Life. Mən də öz növbəmdə qonaqlara təşəkkür edirəm. Minnətdarıq ki, siz dəvətimizi qəbul edib gəlmisiniz. Mövzumuz həm gözəl mövzudur, həm də çox geniş mövzudur. İnşallah gələn verilişlərimizdə bunu daha gözəl şəkildə ələ alarıq və müzakirə edərik. Bir daha təşəkkür edirəm. Leyla xanım, buyurun səhnəyə.